müasir dövrdə sosial şəbəkələrdə bəziləri belə çıxışlar eləyirlər ki, namazı 3 vaxta qılmaq namazın batıl olmasına səbəb olar. Əlbəttə ki, kimə hansı formada, necə deyərlər, sübut olunubsa, yaxşı olar ki, eləcə namazını qılsın. Amma başqalarının bostanına daş atmaq, bu məzhəbçilik yaradır. Bu, vətəndaşlar, müsəlmanlar arasında müəyyən parçalanmaların gətirib çıxarılmasına səbəb olur. Biz Əhl-i Beyt məktəbinə mənsubuq, bizim başqaları ilə işimiz yoxdur və öz məzhəbimizin dəlillərini, sübutlarını da biz Peyğəmbərimizdən sonra Əhl-i Beyt imamlarından öyrənməkdəyik. İndi Qur'anda buna aid dəlillər və s. onlarla işimiz yoxdur. Təfsir əhli kifayət qədər bu mövzuları geniş şəkildə izah ediblər. Biz imamlarımızın bizim əlimizə gəlib çatmış səhih hədislərinə baxdıqda görürük ki, elə Peyğəmbərin özü də, Əhl-i Beyt imamlarının özləri də və tövsiyyələrində də bu vurğulanıb ki, namazı 3 vaxta qılmağın heç bir qəbahəti yoxdur. Hədislər İmam əleyhissalam, İmam Məhəmməd Baqir, İmam Cəfər Sadiq əleyhissalamdan nəql edilib. İmam Sadiq əleyhissalam buyurur ki, İzə zələtiş-şəmsu dəxələl vəqtanə əz-zuhru vəl-əsr. Zəval vaxtı olduqda, günəş əyildikdə, həm zöhrün, həm də əsrin vaxtı daxil olur. İndi incəliklərlə işimiz yoxdur. Sualı olanlara xütbədən sonra cavablandırarıq. Fəizə qabətiş-şəmsu dəxələl vəqtanə. Elə ki, günəş batdı, 2 namazın vaxtı, yəni məğrib ilə işa namazının vaxtı daxil olur. Zürarə rəvayət eləyir ki, qultu li Əbi Cəfərin. Əbi Cəfər, yəni İmam Baqir əleyhissalamdan soruşdum ki, beynə zuhri vəl-əsr həddun ma'ruf, əsrlə zöhr arasında müəyyən bir məsafə varmı? Yəni zöhrü qıldım, müəyyən müddət gözləməliyəmmi ki, əsr namazını qılam? Fəqalə lə. Həzrət buyurdu ki, xeyr, ehtiyac yoxdur. Digər bir hədis isə yenə İmam Cəfər Sadiq əleyhissalamdandır. Buyurur ki, Salla Rasulullah bin Nasi əz-zuhri vəl-əsr hinə zələtiş-şəmsu fi cəmaə min qeyri illə. Heç bir səbəb olmadan, yəni zərurət olmadan Peyğəmbər salavatullah cəmaatla birlikdə zöhr və əsr namazlarını birlikdə yəni bizim qıldığımız kimi qılmışdır. Bu hədisdə onu göstərir ki, ardıcıl şəkildə cəmaat olsun və ya fərdi olsun, namazları qılmağımızın heç bir qəbahəti yoxdur. Hətta bir hədis də İbn Abbasdandır, Səhih-i Buxaridə nəql olunur ki, Ənə Rəsuləlləh cəməə beynə-z-zuhri vəl-əsri vəl-məğribi vəl-işai fis-səfəri vəl-həzər. Peyğəmbər salavatullah zöhrlə əsri, məğriblə işa namazını həm vətəndə, həm də səfərdə birləşdirib qılardı. Deməli, bu da onu göstərir ki, əziz möminlərimiz, namazlarımızı birlikdə qılmağımızın heç bir qəbahəti yoxdur və bəzi sosial şəbəkələrdə qarşınıza çıxan, bu mövzuda olan o bəzilərinin danışığının da heç bir əhəmiyyəti yoxdur. Çünki biz sözümüzü, şəriətimizi, əhkamımızı o kimsələrdən deyil, məhz Peyğəmbərin və onun Əhl-i Beytinin mübarək kəlamlarından əldə edirik.